Salam değerli futbol azərkeşləri, Extra Time Futbol kanalı sizləri salamlayır. Ölkə və dünya gündəmində baş verən ən son futbol yenilikləri ilə gəlin birlikdə tanış olaq. Azərbaycanda 1-ci liqanın çempionu Qəbələ mükafatlandırılıb. Turnirin 26-cı turunda Zaqatala üzərində 4-0 hesabı ilə qələbə qazandıqdan sonra Qəbələ şəhər stadionunda mükafatlandırılma mərasimi keçirib. Mükafatları Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşə Futbol Liqasının rəsmiləri təqdim edib. Qeyd edək ki, turnir cədvəlinin lideri Qəbələ mövsümün sonuna bir oyun qalmış 26 turdan sonra 64 xal toplayıb. Araz Naxçıvan Futbol Klubu yeni mövsümdən ev oyunlarını Ask Arenada keçirə bilər. Naxçıvan klubu bu stadionu icarəyə götürməyi planlaşdırır. Artıq klub rəhbərliyi bununla bağlı müəyyən addımlar atıb, lakin Naxçıvan təmsilçisi hələlik istədiyi cavabı ala bilmir. Bu səbəbdən də komandanın bu arenada oynayıb oynamayacağı hələ sual altındadır. Xatırladaq ki, Araz Naxçıvan ev oyunlarını Mərdəkanda yerləşən Liponadiya Arenada keçirir. Turan-Tovuz Futbol Klubu 2024-cü il üçün büdcəsinin hesabatını təqdim edib. Bu barədə klubun maliyyə hesabatında bildirilib. Tovuz təmsilçisinin ötən il üçün gəlirləri 6 milyon 145 min 200 manat təşkil edib. Sponsorlardan daxil olmalar, reklam gəlirləri 1 milyon 187 min 800 manat, bilet satışından 57 min 500 manat və digər gəlirlər 4 milyon 899 min 900 manat olub. Turan-Tovuz tərəfindən əmək haqları və mükafat xərclərinə isə 3 milyon 752 min 200 manat ayrılıb. AFFA Region Liqasında 2024-2025-ci illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlama saatını müəyyənləşdirib. Yarışın həll edici oyunları may ayının 22-sində Qəbələ şəhərində keçiriləcək. İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında 3-cü pillə uğrunda qarşılaşma keçiriləcək. Yarışın final oyunu isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydançasında keçiriləcək. Premier Liqasında 35-ci turun hakim təyinatları açıqlanıb. Gəlin görək ki, 35-ci turda keçiriləcək qarşılaşmalarda hakimlər kim olacaq? Sumqayıt Turan-Tovuzun oyununu baş hakim Tural Qurbanov idarə edəcək. Ona Varda Fərid Hacıyev köməklik edəcək. Zirə Sabah qarşılaşmasının baş hakimi Elçin Məsiyevdir. Ona Varda Əliyar Ağayev köməklik edəcək. Şamaxı Araz Naxçıvan qarşılaşmasının baş hakimi İnqilab Məmmədovdur. Ona Varda Kamran bəy Rəhimov köməklik edəcək. Neftçi Səbail qarşılaşmasının baş hakimi Nizat İsmaillidir. Ona Varda Cavid Zərilov köməklik edəcək. Qarabağ Kəpəz qarşılaşmasının baş hakimi Rəvan Həmzəzadədir. Ona Varda Rauf Cabbarov köməklik edəcək. Qarabağ futbol komandası azərkeşlərinə səslənib, azərkeşlərinə müraciət edib. Biz çempionuq, indi isə bu çempionluğu sizinlə birlikdə qeyd etməyin vaxtıdır. 18 may tarixində stadionda ol. 12-ci çempionluq 12-ci oyunçunundur. Qeyd edək ki, keçiriləcək Qarabağ Kəpəz qarşılaşmasından sonra Qarabağ komandası qızıl medallarına və kubokuna sahib olacaq. Mükafatlandırma mərasimi may ayının 18-i saat 19:00-da start götürəcək Qarabağ Kəpəz qarşılaşmasından dərhal son olacaq. Əziz azərkeşlər, sevimli komandanızı çempionluq bayramı ərəfəsində tək qoymamağa biz də sizi dəvət edirik. Extra Time Futbol kanalı olaraq biz də orada olacaq. Hazırsın arenadan sizlərə ən son görüntülər çatdıracaq. Azərbaycan Kuboku final oyununun biletləri satışa çıxarılıb. Bu barədə Peşə Futbol Liqası məlumat yayıb. Bildirilir ki, Qarabağ və Sabah komandaları arasında keçiriləcək həlledici qarşılaşmanın biletlərini bu gündən etibarən iTicket az saytından və satış məntəqələrindən əldə edə bilərsiniz. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassalarındansa biletləri yalnız oyun günü əldə etmək mümkündür. Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 15, 20, 30 və 50 manat təşkil edir. Turan-Tovuz Futbol Klubunun qapıçısı Sergey Samok böyük ölçüdə mövsümün sonunda Turan-Tovuzu tərk edəcək. 24 yaşlı qapıçı ilə yeni müqavilə bağlanmayacaq. Buna səbəb Rusiyalının özünü doğrulda bilməməsidir. Bölgə təmsilçisi yayda daha güclü Qalkiper ilə anlaşmağı düşünür. Qeyd edək ki, Sergey Samokun Turan-Tovuzla müqaviləsi mövsümün sonunda başa çatır. Qapıçı cari mövsüm Premier Liqada 12 oyunda meydana çıxır. Jose Mourinho futbolcu Portuqaliya milli komandasını çalışdıra bilər. SD Spor'un məlumatına görə tərəflər artıq ilkin razılığa gəliblər. Müqavilənin iyunun əvvəlində başlayacaq UEFA Millətlər Liqasının həlledici oyunlarından sonra imzalanması planlaşdırılır. 62 yaşlı mütəxəssis hazırda Türkiyənin Fənərbağça klubuna rəhbərlik edir. Komanda Türkiyə çempionatında mövsümün bitməsinə 3 tur qalmış, Qalatasaraydan 8 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Mourinho əvvəllər milli komandalarda baş məşqçi kimi işləməyib. Hazırda Portuqaliya İspaniyalı Roberto Martinez başçılıq edir. Onun rəhbərliyi altında keçirilən 28 oyunda 21-də qalib gələn komanda bu 2024-cü ildə finalda Fransa Final seriyasında məğlub olmuşdur. İspaniya La Liqasında isə çempionun adına aydınlıq gəlib. Barcelona komandası tarixində 28-ci dəfə La Liqa çempionu olub. Keçirilən Espanyol-Barcelona qarşılaşmasından sonra Barcelona komandası 53-cü dəqiqədə Lamine Yamal'ın və 95-ci dəqiqədə Fermin Lopez'in qolları ilə çempionluğunu rəsmiləşdirib. Extra Time Futbol kanalı bütün Barcelona azərkeşlərini çempionluq münasibəti ilə təbrik edir.
Rusiyanın Kazan şəhərində keçirilən İST Cup Kazan beynəlxalq turnirində qrup mərhələsi başa çatıb. Sabahın 10 yaşlılardan ibarət U10 komandası Tacikistanın Babilon komandasını 2-1 hesabı ilə məğlub edib. Qırğızıstanın Abdış Ata komandasını 9-1 hesabı ilə məğlub etdikdən sonra Qazaxıstanın Emilay komandasını da 6-0 hesabı ilə qalib gəlib. Yalnız Rusiyanın Nefteximik komandasına 2-1 hesabı ilə məğlub olan komandamız qrup mərhələsini birinci sırada tamamlayaraq turnirin həlledici oyununa vəsiqə qazanıb. Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv sabah finalda Rusiyanın Rubin komandası ilə üzə gələcək. Extra Time futbol kanalı sabah 10 yaşlılardan ibarət komandasına uğurlar arzu edir. Barcelona komandasının baş məşqçisi Hansi Flick İspaniya La Ligası tarixində çempion adını qazanan ikinci Alman mütəxəssisi olur. Flickə qədər yalnız bir Almaniyalı baş məşqçi İspaniyada çempionluq sevinci yaşayıb. Buna Bernd Schuster nail olub. O, rəhbərlik etdiyi Real Madrid ilə 2007-2008 mövsümündə qızıl medala sahib çıxmışdır.